Nə qədər etsəm də kartof püresi məndə istədiyim kimi alınmır deyirsinizsə, bu videonu sona qədər izləyin. Çox dadlı, mükəmməl bir kartof püresi alındı. 1 kiloqram kartofun qabığını soyub bir neçə dəfə buzda yaxşı yuduqdan sonra doğrayıram. Siz kartofun miqdarını artıra və ya azalda bilərsiniz. Kartofu doğradıqdan sonra bişirəcəyim qazana əlavə edirəm. Üzərinə çıxacaq qədər su əlavə edib ocağa alıram. Dəyərli izləyicilər, sizlərdən xahişim videonu bəyənib kanala abunə olmağınızdır. Abunə olan hər kəsə öncədən təşəkkürlər. Hələ ki duzdan istifadə etmirik, sadəcə suda kartofu qaynatdıq. Çəngələ yoxlayırıq, əgər bişməsi bizi qane edirsə, suyunu süzdükdən sonra artıq püreni hazırlaya bilərik. Əgər dadlı, ləzzətli hamar pürenin alınmasını istəyirsinizsə, kartofu yaxşı bişirin. Əgər tam bişməzsə, həm pürenin dadı yaxşı alınmaz, həm də görüntüsü hamar olmaz. Suyunu süzdükdən sonra qaba əlavə etdim. Üzərinə istəyə görə duz, qara istiot əlavə edib hamar bir kütlü olana qədər əzməyə davam edirik. Bu arada mən püredə bir xörək qaşığı çərək yağından da istifadə etdim. Lakin həmin kadrı tapmadım. Siz də mütləq çərək yağından istifadə edin. Ardından 100 ml südü 2 hissəli olaraq pürəyə əlavə edib əzməyə davam edirəm. 1 kiloqram kartofun püresində mən 100 ml süddən istifadə etdim. Siz daha duru, yəni mənim hazırladığıma nisbətən bir qədər daha yumşaq püre alınmasını istəyirsinizsə, südün miqdarını bir qədər artıra bilərsiniz. Kartof püresi hazır olduqdan sonra isti-isti servis etmək olar. İstəsəniz sadə formada və ya tərəvəzli, ətli yeməklərin yanında da süfrəyə verə bilərsiniz. Hər halıyla hədsiz dadlı, ləzzətli kartof püresi alındı. Əgər siz də hazırlamaq istəyirsinizsə, reseptdən istifadə edin. İnanın, hər biriniz çox bəyənəcəksiniz. Dəyərli izləyicilərim, əgər video sizlərə yararlı oldusa, videonu bəyənib kanala abunə olmağı unutmayın. Hələlik.